Salam əziz və dəyərli ibtidai sinif müəllimləri. Bugünkü mövzumuz olacaq qalıqlı bölünən, bölən və qismət. İlk öncə deyək ki, videomuzu bəyənməyi, kanalımıza abunə olmağı və rəy yazmağı unutmuruq. Başlayaq sualımızdan. Deməli, bizə 41-ci sualda deyir ki, daha doğrusu 141-ci sualda deyir ki, B bölünsün 15 bərabərdir 22. Biz demişdik ki, və ədədə ən çox neçə olar deyir. Ən çox deyirsə, ümumiyyətlə qalıq hər zaman böləndən kiçik olmalıdır. Düzdür? Ən kiçik 1 olar, ən böyük isə özündən əvvəl gələn ədəd olar. Deməli, biz burada nə edərik? 22-ni vurarıq 15-ə. Ən böyük dediyinə görə üzərinə də 14-ü gələrik. 22-ni 15-ə vuranda 320 eləyər. Üstündə 14 gəlsə, daha doğrusu 330 eləyər. Üzərinə 14 gəlsə 344. Cavab Y variantı. Sonra baxırıq 142-ci sualımıza deyir B bölünsün 7. Qalıqlı bölmə əməlində alına bilən qalıqların cəmini tapın deyir. Cəmini tapın deyəndə dedi ki, qalıq hər zaman böləndən kiçik olmalıdır. Deməli, 1, üstə gəl 2, üstə gəl 3, üstə gəl 4, üstə gəl 5 və üstə gəl 6. Bunları da cəmi eləyər 21. Cavab Y variantı. Deməli, əziz müəllimlər, mən bu videonu çəkdim və YouTube-a yükləmək istəyəndə baxdım ki, mikrofonu açıq qoymadığıma görə ekran kaydı eləsəm də səsim bağlı oldu. Ona görə də ikinci video izaha gedirəm və bu əziyyətimə görə videoları bəyənməyi unutmuruq. Belə arada belə şeylər də olur bəzən. Sonra baxırıq 143-cü sualımıza. Deyir, 13-ə bölmə əməlində natamam qismətin 5 olduğu məlumdur. Bölünən ala biləcək ən böyük qiymət. Yenə 5-i vurarıq 13-ə. Ən böyük dediyinə görə üzərinə böləndən bir vahid kiçik olan ədəd 12-ni gələrik. Ən kiçik desəydi 1 gələrdik. Deməli, 65-in üzərinə 12 gələrik, eləyər 77. Sonra 144-də deyir ki, bölmə əməlində qalıqla natamam qismətin cəmini tapın. Baxaq, bölsək nə düşər? 100 düşər, daha doğrusu 700. Və üzərinə də qalığı gəlsə 77-ni eləyər 777. Cavab B variantı. Sonra 145 də elə eyni tip sualdır. Yox, 145 başqa cür deyir ki, bölünməsinə alınan qismətin ən kiçik rəqəmli ədədlər fərqi neçədir? Deməli, alsaq cavabından, yəni böləndən sonra cavabda nəyi çıxacaq? Bölməsinə alınan qismətin ən kiçik 6 rəqəmli ədəddə neçədir? 100 min. 100 mini çıxarıq, aldığımız cavab neçədirsə, zəhmət olmasa özünüz hesablayarsınız. Sonra 146-da deyir, bölündən 267. Natamam qismət 12, qalıq isə 15 olarsa böləni tapın. Birinci biz ədədimizdən, yəni bölünəndən qalığı çıxarıq, eləyəcək 252. 252-ni də 12-yə bölsək, eləyər 21. Cavab Y variantı. Sonra 147-ci sualımıza baxaq. Deyir ki, 6-ya bölükdə qalığı və qisməti eyni olan ədədlərin cəmi. Qalığı və qisməti eyni olan deyirsə, yəni məsələn 7, 6-ya bölsən 1 düşər, 1 qalıq qalar. 14, 6-ya bölsən 2 düşər, 2 qalıq qalar. 21, 28, sonra deməli bir də nə olar? 28, bir də 35 bölsək 5 düşər, 5 qalıq qalar. Və bunların da cəmini toplasaq eləyəcək C variantı 105. Sonra 148-də bizdən x, y soruşur. Deməli, bölsək nə düşər? 1, bu 3 dənə 0.
Bu 0 gəldi bura, 0 gəldi bura. Deməli, bir dənə də 0 düşdü aşağı. Cavab qalıq 1. Deməli, və bizdən də qalığı soruşur. Qalıq onda qalmayacaq, qalıq 0 eləyəcək. Qalıq da 0 elədiyinə görə üzərinə yenə 0 gələrik. Elə cavab özü eləyər. Yəni 10.001 cavab C variantı. Sonra 149 da eyni tipdə 61-ə böləndə qalan qalıqların cəmi 1-dən 60-a qədər ədədlərin cəmini toplayasınız. Sonra deyək ki, bu tərəfə çevrilib, bu bir səhvdir. Deyir, ədədi 10-a bölükdə alınan natamam qismət alına biləcək ən böyük qalıq. 10-a bölsək alına bilən ən böyük qalıq neçə olar? 9. 9-dan deyir, 2 vahid azdır. 2 çıxsaq qalar neçə? 7. Bu ədəd ən az neçə ola bilər? Deməli, ən az deyirsə, 7-ni 10-a vurarıq. Üzərinə də ən kiçik ədədimizi gələrik, yəni 1-i. Yəni 7-ni vursaq 10-a 70, üzərinə də 1-i gələrik, eləyər 71 cavab A variantı. Sonra 151 eynidir, 152 bölmə əməlinin natamam qismətlə qalığın fərqini göstərən ədədin rəqəmləri cəmi. Deməli, 152-də yenə 215-i 21-ə bölərik. Qismətdə nə qalırsa və qalıqla bir-birinin fərqini tapandan sonra yerdə qalan ədədlərin cəmini, bunu da özünüz hesablayarsınız. Sonra 153 də eyni tipdir. Bu 153 deyim də nəyə oxşur? 147-yə oxşur, eyni tip sualdır. Sonra baxaq görək. 154 də eynidir. Sonra baxaq, yox, 154 biraz fərqlidir. 154-dür, 155-dir. Baxaq. Aha, 10-dan 50-yə kimi deyir. Bu da eyni tip demək olar ki, 7-yə bölükdə 10, sadəcə burada interval verib də 10-dan 50 arasında 7-yə bölünən və qalıqla qismət eyni olsun. Onları tapıb toplayacaq. Sonra 155. Deyir, ədədi 70-ə bölsək qalıqda 26 alınır. Bu ədədi 7-yə bölsən qalıqda neçə alınır? Elə qalığın özünü 7-yə bölsən neçə eləyər? 3 düşər, qalıq 5 qalar. Cavab eləyər C variantı. Sonra 156-da 10 kimidir. 157 deyir, natamam qismət 10, qalıq 8 olarsa bölündən ən az neçə ola bilər? Ən az dediyinə görə, natamam qismət 10. Qalıq 8 alınıbsa, deməli, bölən ondan bir vahid böyükmüş. O zaman neçə olar? 9 olar bölən. 10-u vurarıq 9-a, üzərinə gələrik 8-i. Cavabımız eləyəcək 98. D variantı. Sonra 158 deyir, ədədi 21-ə bölsək qalıqda 16 alınır. Bu ədədi 7-yə bölsək qismət necə dəyişər? 21 ilə 7-yə bölsək 3 dəfə artar qismət. 16-nın da özünü 7-yə bölsək 2 qalıq qalır da, düzdür? 3 dəfə artar, üzərinə də 2 vahid qalığı gələr. Sonra keçək digər səhifəmizə. Baxaq görək bizdə. Aha, 159 da eyni tip sualdır. Sonra baxaq. Qisməti eyni olan ədəd yox. Bu deyəsən başqa. Deyir, 7-yə bölükdə qalığı və qisməti eyni olan ən böyük ədəd. Qalığı və qisməti. 49-a bölündə 7 düşür, qismət qalıq 0-dır. 8-ə bölsən 1 düşür, qalıq da 1-dir. Sonra 56-ya bölsək 8 düşür, qalıq qalmır. 55-ə bölsək eləyəcək 7 düşür, qalıq 6 qalır. Bu da getdi. 48-i bölsək 6 düşər, elə 6 da qalıq qalar. Cavab B variantı. Sonra baxaq 160-a deyir ki, ədədi 12-yə bölsək natamam qismətdə B, qalıqda 10 alınır. 4-ə bölsək natamam qismət. Deməli, biz bunu necə taparıq? 12-ni vurarıq B-yə, 12B, üzərinə gəlirik qalığı. Aha, biz bölünəni tapırıq. Bölünəni tapandan sonra bu ədədi təzədən 4-ə bölsək, 12-ni 4-ə bölərik 3B, üzərinə də onu 4-ə bölsən qalığımız eləyər 2. 3B üzərinə gəlsin 2. Cavabımız eləyəcək A variantı. Sonra
eynidir. Baxaq görə fərqli nəyimiz var. Deməli, bunlar hamısı bir-birinə oxşar suallardır. Məsələn, deyir ki, 6-ya bölsən alına biləcək qalıqların cəmi. Alına biləcək qalıqların cəmi özündən kiçikdir. Və yaxud da 163-də qalıq hər zaman böləndən kiçik olur. Onların cəmini. Sonra baxaq görə fərqli olan 166 deyir, 15-ə bölsək qalıqda 10 alınır. Bu ədədi 5-ə bölsək qalıqda neçə alınır? Yəni, qalıq 10 alınıbsa, bunu 5-ə bölsə heç qalıq qalmaz. Sonra 167 də eynidir. Bölərik, qalıqla qisməti toplayacaq. Sonra baxaq 168-ci suala. 168-də deyir 3-ə, 5-ə və 4-ə bölüddə qalıqda 2 alınır. Ən kiçik ədənin rəqəmlər hansıdır? Deməli, 3-ün, 5-in və 4-ün əkobu neçədir? Əkobu 60-dır. Deməli, 60-dır, amma qalıqda 2 qalırsa deyir. Baxaq. Onda üzərinə qalığı gələr, eləyir 62. Sonra bunların da hasili 6 vur 2 eləyəcək 12. Cavab Y variantı. Sonra 169-cu sualımıza baxaq. Deyir ki, 4-ə böldükdə qalıqda 2, 5-ə böldükdə qalıqda 3, 6-ya böldükdə qalıqda 4 alınır. Ən kiçik ədəd hansıdır? Deməli, biz də bilirik ki, bunların əkobu 60-dır. İndi əgər 6-ya bölünəndə, daha doğrusu 5-ə bölünəndə qalıq 3 alınıbsa, ya ədədimiz 63-dür, ya da ədədimiz 58-dir. Çünki 5-ə bölsək qalıqda neçə alınacaq? 3 alınacaq. Ən kiçik ədədimiz olar 58, böyüyü olar 63. Deməli, baxaq görək, biz burada indi 63, amma 4-ə bölündə qalıqda 2 qalmır, 3 qalır. Amma 58-i 4-ə bölsək, düşər 14, qalıq doğrudan da 2 qalar. Baxaq 6-ya bölsək, 6-ya böləndə də 9 düşər, qalıq doğrudan da 4 qalar. O zaman cavabımız elə 58-i 5-ə də bölsək, 11 düşər, qalıq 3 qalar. Elə cavabımız olacaq B variantı. Sonra 170-ci sualda deyir ki, 4 rəqəmdən 4-ə böldükdə 1, 5-ə böldükdə 2, 9-a böldüksə qalıq qalmır. 9-a bölmürsə, deməli rəqəmlərinin cəmi 9 olmalıdır. Sonra 4-ə bölünmə əlaməti var. 4-ə bölünmə əlaməti də son rəqəmi 4-ə bölünməlidir. Deməli, 4-ə bölünənsə son rəqəm nə olar? Elə 96 4-ə bölünür. Üzərinə də bir qalığı gəlsə eləyər 7. Deməli, bura 7 imiş. Deməli, sonra 2-yə də 5-ə böldə 2 qalıq qalır. Düzdür, 7-ni 5-ə bölsə 2 qalıq qalar. 9-a bölsə qalıq qalmır. Onda rəqəmlərin cəmi 9-a bölünməlidir. Deməli, toplasaq burada neçə edir? 8-in üstə 9 gələndə 17, 17-in üstə 7 gələndə 24. Düzdür? 24 elədim. 24-ün də üzərinə 3 gəlsə 27 eləyər ki, 9-a bölünsün. Deməli, onda bizim A-mız 3-dür, B-miz də 7-dir. Bunların da cəmi eləyər 10. 171 də eyni tip sualdır. Sonra baxaq 172 deyir, rəqəmlər cəmi 22 olan ən böyük rəqəmləri müxtəlif 3-ə bölünən 4 rəqəmli ədədin onluq mərtəbəsinin vahidlərinin sayını tapın deyir. Əziz müəllimlər, biz bilirik ki, 3-ə bölünmə əlaməti nədir? Rəqəmlərin cəmi 3-ə bölünməlidir. Amma burada deyir ki, rəqəmlərin cəmi 22-dir. Deməli, bunu tapmaq nədir? Mümkün deyil də, yəni elə bir ədəd yoxdur. Sonra, olsa belə qalıqla qalacaq. 173-cü sualda deyir ki, 19-a bölükdə qismət və qalığı eyni olan ən böyük ədədin rəqəmləri cəmi 9-dur. 19-a bölsək, qismət və qalığı eyni olan qismət və qalığı. Məsələn, deyək ki, 19-u vursaq 18-ə, ən böyük dediyinə görə 19-u vurarıq 18-ə. Eləyəcək 2, 7, bu da eləyəcək 15, sonra 9 və 1. 2, 4, 2. Baxaq, düzmə hesabladıq. Sonra və üzərinə də 18-i gələk qalığı. Eləyər 0, 5, 6, 260.
Baxaq, nədirsə səhv eləyirik. Deməli, 2-yə vurduq. 8, 72 yazaq 7 hətta bu elədi 15, 1, 9, 2 düşdü aşağı. Sonra bu elədi 14, bir də yatan bura 15. Deməli, yox, bir yatda yox idi, axı düz yazmışdım. 4, üzərinə 1 gələn, toplasaq 5, bir də yatda 6. Deməli, rəqəmləri cəmi Rəqəmlər cəmi 9-dur. Deməli, 173-də 19-a bölüdə qismət və qalığı eyni olan 18-ə vurduq. 19-u 18-ə vuranda doğrudan 242 eləyir. 19 vur 18. Deməli, 19 vuraq 18. 342. Mən harada səhv eləmişəm? Niyə 200? Deyirəm axı. Bir onluqda yadda 3 eləyir. Bu da 3. Rəqəmlərin cəmi doğrudan da 9 elədi. Bura doğrudur. Sonra baxaq ikinci sualımıza. Deyir, bölən 12. Natamam qismət 7 olarsa, bölünənin ala biləcəyi ən böyük ədədi onluqlara qədər yuvarlaqlaşdı. Ədəd 5 vahid artır. Bölən deməli 12-dir. Natamam qismət 7-dir. 12-ni 7-yə vuranda eləyir neçə? 84. Sonra deməli, ala biləcəyi ən böyük ədəd onluqlara qədər yuvarlaqsa ədəd 5 vahid artır. Bölən 12. Natamam qismət 7 olarsa, bölünənin ala biləcəyi ən böyük ədədi, bölünənin ala biləcəyi ən böyük ədədi. Məsələn, deyək ki, üzərinə də ən böyük ədəd deyirsə, bu üzərinə də özündən bir vahid kiçik qalığı gələri eləyir 95. Sonra yüzlüklərə qədər yuvarlaqlaşdıq ilə 100 eləyir. Doğrudan da 5 vahid artmış oldu. Deməli, burada doğrudur. Sonra baxırıq. Üçüncü sualımıza deyir, yüzlüklərə qədər yuvarlaqlaşdırdı. 2 bu alınan ən böyük ədəd rəqəmlər hansı? 216-dır. Yüzlüklərə qədər yuvarlaqlaşdırsaq 2349-dur. Bunların baxaq rəqəm 6 vur 36, doğrudan da 216 edir. Bu da doğrudur. Sonra bütün rəqəmlərin hər birini 6 vahid artırsaq, bu rəqəmlərin cəmi 54 olar. Xeyr. Əgər birdən başlayaraq artırsaydıq düzdür. Və bütün rəqəmlər dediyinə görə 0 da rəqəmdir və 0-ı da bura daxil edilir. 0-ın üzərinə 6 gələndə 6 eləyir. 54-ün üzərinə burada 60 vahid artmış olar. Sonra qalıq deyir, bölmə əməlində natamam qismət. Qalıqlı bölmə əməlində. Natamam qismət 6, qalıq 5 olarsa, bölünənin ala biləcəyi ən böyük ədəd 41-dir. Xeyr. Deyək. Məsələn, deyək ki, qalıq 6 alınıb, qismət 6 alınıb, qalıq 5. Məsələn, deyək ki, 59. 9-a böldüm, qismət elədi 6, qalıq da elədi 5. Yəni, 41 eləmədi. Məsələn, 59 da ala bilərik. Cavab səhvdir. Ona görə 3 dənəsi düz olduğuna görə cavab eləyir C variantı. Daha doğrusu, yəni variant səhv idi. Sonra baxırıq 174 bu digər səhifəmizdə. Deyir, A-nın 12-yə bölünməsindən 10, B-nin 12-yə bölünməsindən 8 qalıq qalırsa, A üstəcə B cəmi 12-yə böləndə yenə 12-yə bölünməsindən deyir bizə. Qalıq neçə qalıb? 10, digərinsə 8 qalıb. Elə 10 ilə 8-i toplayarıq, eləyər 18. 18-i bölərik 12-yə, qalıq neçə qalacaq? 1. Qismət 1, qalıqsa 6. Cavabımız B variantı. Sonra deyir, Murad Vəlidən 23 yaş böyükdür. Muradın yaşını Vəlinin yaşına bölsək, natamam qismət 5, qalıq 3 alınır. Murad neçə yaşındadır? Əgər 5 olubsa, qalıq 3 alınıbsa, deməli bu ədəd 5-ə bölünən ədəddir də, düzdür.
və sonu ya 0-la bitməlidir, ya da 5-lə bitməlidir. Üzərinə qalğı 3-ü gəlsə, sonu ya 23 olacaq, ya da daha doğrusu, yəni ya sonu 3-lə bitər, ya da 8-lə bitər. Ona görə sonu 3-lə olmadığına görə deməli bizim cavabımız nədir? 28-dir. Bölsək. Deməli, yaşını Vəlin yaşına bölsək. Deməli, birin yaşı 28-dir, birin yaşı 5-dir. 28-i də 5-ə böləndə düşür 5, qalıq da 3. Sonra 176-cı sualdır. Deyir, nisbəti 3 olan 2 ədədin fərqi 18-dir. X bölünsün y bərabərdir 3-dür. Fərqi x çıxılsın y isə 18-dir. Deməli, x-y baxsa, x bərabərdir, çarpaz vursaq edir 3y. Gətirib burada x-in yerinə 3y yazsaq, 3y çıxılsın y bərabərdir 18, 2y bərabərdir 18, y də bərabərdir 9. Bizim y-ımız 9-dursa, deməli, x-ımız neçə idi onda? X-ımız da eləyəcək 27, y-ımız 9-dursa və bizdən də bunların cəmi soruşur. 27 ilə 9-un da cəmi eləyər 36. Cavabımız C variantı. Sonra deyir, 2 ədədin nisbəti 3-dür. Baxaq, deyir, x bölünsün y bərabərdir 3. Deyir, böyük ədədin üzərinə, yəni x-in üzərinə 2 gəlib, kiçik ədədin də üzərinə 3 gəlsə, y üzərinə gəlsin 3. Bu ədədlərin nisbəti 2 olar. Nisbəti 2 olar. Bu ədədlərin cəmini tapın. Deməli, biz bunu çarpaz vursaq, x plus 2 bərabərdir 2y üstə gəlsin 6. X bərabərdir 2y, 6-dan 2 çıxarıq, üstə gəlsin 4. Sonra gətirərik bu x-ımızı da buradan yuxarıda yerinə qoyarıq. Nə edəcəyik? Qoyarıq burada. X-in yerinə 2y, üstə gəlsin 4. Burada x-in yerinə bunu yazırıq. Deməli, bu deyiləcək nə? 2y üstə gəlsin 4 bərabərdir. Bu y eləyəcək 3y. Onda 3y-dən 2y çıxarır, y bərabərdir 4. Deməli, bizim y-ımız 4-dür. Neçəni 4-ə böləndə 3 eləyir? Təbii ki, 12. Deməli, x-ımız da 12-dir. 12 ilə də 4-ü toplasaq eləyər neçə? 16. Bizdən nəyi soruşurdu? Cəmini soruşurmuş, bəli. Cavabımız eləyəcək D variantı 16. Sonra 178 də eynidir. Deməli, daha doğrusu deyirsən, fərqlidir. 2 ədədin cəmidir, yəni x üstə gəl y bərabərdir 40-dır. Böyük ədəddən kiçik ədədi bölsək, natamam qismətdə 5, qalıqda 4 alınır. Bu ədədlərin fərqi neçədir? Aha, deyək ki, bunların cəmi 40-dır. Sonra nisbəti də deyir, bircə dəqiqə. Yəni, x bölünsün y-də eləyir 5, qalıq 4. Onda biz neyini? X-i tapanda x bərabərdir 5y, üstə gəlsin 4. Gətirib burada x-in qiymətini burada yerinə yazsaq, eləyəcək nə? X-in yerinə 5y üstə gəlsin 4. Y-i də yerinə yazacaq, üstə gəl y bərabərdir 40. Aha, bir yerə toplasaq x-lar y-ləri 6y bərabərdir 40-dan 4 çıxar 36, y bərabərdir 4. Deməli, bizim y-ımız 4-müş. Sonra, baxaq. Bizdən nəyi soruşurdu? İndi bizim y-ımız 4-dür. Y-ımız 4-dürsə, onda x-ımız neçədir? 20. Bir dəqiqə, haradaydıq? Y-ımız 4-dür. Nədəsə səhv eləmirik? Deməli, y-ımızı aldıq 4. Bəlkə 4 niyə almışıq? Deyirəm, haradasınız? 6 eləyir. Siz də oradan deyirsiniz, ay müəllim, 6 eləyir. Aha. Deməli, neçəni 6-ya böləndə 5 düşür, qalıq 4 eləyir, 34-dür. Deməli, bir ədədimiz 34-dür, x-ımız, y-ımız da neçə idi? 6 idi. 34-dən də 6 çıxanda eləyər 28. Cavabımız eləyəcək, baxaq, 28 haradadır? 28, cavabımız eləyəcək Y variantı.
Deməli, cavabımız elədir Y variantı. 179 da eynidir, sadəcə fərqini deyir. Sonra rəqəmlərin müxtəlif ən böyük 3 rəqəmli ədəd 4-ə bölünür. Bu rəqəmləri cəmindir. Üzr istəyirəm. Deməli, ən böyük 3 rəqəmidirsə 9, 8, 7. 4-ə bölünürsə sonu elə bir ədəd olmalı ki, 4-ə bölünsün. Deməli, 6 qoya bilmərik. Çünki bizə rəqəmlər müxtəlif deyil. 76. Ən böyük 3 rəqəmli ədəd. 3 rəqəmli deyirəm. 4 rəqəmini düşürüm. 9, 8, deməli 7 qoya bilmərik. 6 yox, 4 qoyarıq. 984, çünki 84 4-ə bölünsün deyə. Deməli, bu ədədlərin rəqəmləri cəmi, bunları da cəmləsək, eləyər neçə? 21 A variantı. Sonra 181 də eyni tipdir. Sonra 182 də oxşar suallardır. 183 deyir, bölünən və böləni 5 dəfə azaltsaq, natamam qismət və qalıq necə dəyişər? Hər ikisini də bölünən də, böləni də 5 dəfə azaldanda qismət dəyişmir. Biri artıb, biri azalsaydı, dəyişə bilərdi. Ancaq qalıq 5 dəfə azala bilər. Cavab varmı? Baxaq, C variantı. Bu da eynidir. Sonra 185. 185-də deyir 113-ü böldük A-ya. A və B natural ədədlər olarsa A neçə fərqli qiymət alır? Deməli, buradan birinci qalığı çıxarıq. Gelir neçə? 111. 111-in bölənləri nədir? 111-in özüdür. Sonra 111 başqa nəyə bölünür? 3-ə bölünər. Amma qalıq 2 qalmalıdır. Sonra neçəyə bölünər? Bir də 37-yə bölünər. Deməli, neçə dənə fərqli qiymət ala bilər? 3 dənə. Sonra baxaq, başqa fərqli olan bir şeyimiz varmı? Deyir, 100-ü natural ədədə bölükdə qalıqda 9 alınır. Deməli, 9 alınıbsa, bölünənin biri 91-dir. 91 başqa neçəyə bölünür? 13-ə bölünür də, düzdür, 7 dəfə düşür. Deməli, bir dəfə də 13-ə bölüb, yenə qalıq 9 qalıb. Bunların da cəmi eləyəcək 104. Əziz müəllimlər, anlaşılmayan hər hansı bir sual olarsa, nömrəmi qeyd edirəm videonun altında. Nömrəmi də WhatsApp-dan yazıb soruşa bilərsiniz və yaxud da YouTube-da da videonun altına qeyd edə bilərsiniz. Sonra baxaq. 79-un naturalı ədədə bölükdə qalıqda, bu da eyni tip sualdır. Deməli, 2 alındı, bu da eynidir. 189, bura niyə yazdım? 189. Deyir ki, A-nı, B-ni, C-ni 13-ə bölündü, müxtəlif qalıqlar alındı. Bunların cəmini 13-ə bölsək. Biz elə qalığı cəmləyərik. Eləyir 13. 13-ü də 13-ə böləndə heç qalıq qalmayacaq. Y variantı. Sonra keçək digər sualımıza. Bu da eyni sualdır. Sonra deyir 191-ə baxaq. Neçəsi deyir 2 ardıcıl tək ədədin cəmi ola bilməz. Ümumiyyətlə ardıcıl tək ədəd, cüt ədəd fərqi yoxdur. X plus 2, X plus 4. Neçə dənə deyirsə bu şəkildə davam edib yaza bilərik. Çünki baxın 1 qoysaq 3, 5 eləyər. 2 qoysaq 4, 6 eləyər. Yəni elə ardıcıl təki də cütü də bu şəkildə tapa bilərik. Və bizə də 2 dənə dediyinə görə. Deməli, bunları cəm 2 dənəsini yazıb. Birincisi X, digər X plus 2 bərabərdir. Yoxlayaq, 142 qoyaq. 142 çıxarıq, düzdür, qaldı. Neçə? 2x bərabərdir 140. X da bərabərdir. Neçə eləyəcək? 70. Deməli, bu cüt ədədmiş. Biri 70 olacaq, biri 72. Deməli, bu cütdür. Bizə deyir ki, tək ola bilməz. Deməli, indi nə edir? Hamısından bir-bir 2 çıxarıq. 2-yə bölərik. Deməli, 2 çıxsaq, eləyəcək 242. 242-ni 2-yə bölsək neçə eləyir? 121. Bu, deməli, ardıcıldılar. Sonra, tək ədədlər daha doğrusu. Sonra burada 248-dən 2 çıxarıq, eləyəcək 243. 243-ü də yenə 2-yə bölsək, eləyər 126. Daha doğrusu 123. Bu da tək ədəddir. Bu da getdi, yəni. 420-ni də eyni qaydada çıxsaq, eləyəcək 418. 418-i də 2-yə bölsə, eləyəcək 209. Bu da getdi.
Sonra 582-ni 2-yə 2 çıxsaq qaldı 580. 2-yə bölsək edir 290 cüt ədəddir. Deməli, bu cüt ədəddir 2. Sonra 580-dən 2 çıxsaq eləyir 579. 579-u 2-yə bölsək eləyər 289. Səhv etmirəmsə, bu da onda getdi. Tək ədəddir və burada da onda yenə eyni qayda ilə sonu sıfırdan bitib 2-yə çıxsa, bu da tək ədədli olacaq. Cavabımız olacaq 2 dənə. Birinci və 5-ci. Sonra 192-də, 193-də eyni qaydada gedir. 195-də, 196-da. Sonra baxırıq 197-ci suala. Deyir ki, bunları 4-ə bölünməsindən alınan qalıq. Əziz müəllimlər, bu tip suallarda ümumiyyətlə bölmə əlamətindən istifadə edilir. Hər birini ayrı-ayrılıqda götürüb, məsələn, 4-ə bölmə əlaməti nədir? Son 2 rəqəmi 4-ə bölünməlidir. Baxırıq, son 2 rəqəmi 4-ə bölündə qalıq nə qalır? 1. Vurulsun. Burada qalıq nə qalacaq? Qalıq qalmayacaq 0. Vurulsun. Burada qalıq nə qalar? Son 2 rəqəm 96. 3 qalıq qalar. Bir-birinə də vursaq eləyər 0. Deməli, onda burada qalıq qalmayacaq. Cavab Y variantı. Bu da eyni tipdir. 5-ə bölmə əlamətindən hər birindən istifadə edib qalıq neçədirsə o şəkildə tapırıq. 199-da baxın, bu da eyni tipdir. Yenə 4-ə bölünəndə qalıq neçə qalmışdı demişdik? 3. Üzərinə gəlsin. Burada 0. Bir də üzərinə gəlsin. Deməli, 3 qalmışdı. 3 niyə? 1. 76-nı 4-ə böləndə 19 düşür, qalıq 1 idi. Burada 0 qalmışdı. Burada isə 3 qalıq qalırdı. 96 qalıq da 3. Toplayanda eləyir 4. 4-də 4-ə böləndə yenə qalıq qalmaz. Y variantı. Bu birislər də eyni tip suallardır. Sonra baxaq 203-cü sualımıza. Deyir, gülləri 5-5 dəstəkləsək 4, 6-6 dəstəkləsək 2, 4-4 dəstəkləsək isə gül qalmır. Ona görə biz nəyə götürərik? 4-ə bölünənləri, 4-ün bölənlərini. 4-ün bölənləri nədir? 4, 8, 12, 16, sonra 20, sonra 20, baxaq 24, 28, 32, 36, 40, 44, harca bir 50-yə qədər yazacaq, 48 və 52. Biz 4-ün bölənlərini götürürük. Hansında ki qalıq qalmır, həmin ədədin bölənlərini götürərik. 52. Baxaq, 4-ə böləndə, daha doğrusu 5-ə böləndə qalıq 4 eləsin. 5-ə bölsək qalıq 4, bunlar getdi. Burada 3 eləyir, getdi. 2 qalar, bu da getdi. 1 qalar, getdi. Sonra burada heç qalıq qalmaz, olduğuna görə bu da gedir. 24-ü 5-ə bölsək düzdür. Qalıq 4 qalır. İndi baxaq 6-ya böləndə qalıq 2 qalırmı? Xeyr, 6-ya böləndə qalıq qalmır ümumiyyətlə. Ona görə bu da getdi. 28-i 5-ə böləndə qalıq 3 qalır, bu da getdi. 32-ni 5-ə böləndə qalıq 2 qalır. 4 bizə lazımdır. 4. Sonra 36-nı böləndə qalıq 1 qalır, yox. 40-ı böləndə ümumiyyətlə qalıq qalmır. Sonra 44-ə baxaq. 44-ü böləndə qalıq doğrudan 8 düşür, qalıq nə qalır? 4. 6-ya bölsək 7 düşür, qalıq nə qalır? 2. Doğrudur. 44-ü də 4-ə bölsək ümumiyyətlə qalıq qalmır. Deməli, bizim ədədimiz neçəymiş? 44-müş. İndi bizə deyir ki, bu 44-ün deyir rəqəmlərinin hasili. Düzdür, 44-ün. Yəni 4 vurulsun 4 bərabərdir 16. Cavabımız eləyəcək A variantı. Sonra 205-ci suala baxaq. Çünki 204-də eyni tipdir. 205-ə baxaq. 205-də deyir, yüzlüklərə qədər yuvarlaqlaşdırdı. Bu alınan 5-ə böldükdə bu alınan 3 alınan 9-a böldükdə qalıq qalmayan. Aha, 9-a böləndə qalıq qalmırsa, deməli, baxaq, qalıq 3 qalmalıdır. Deməli, sonu ya 0 ilə bitməlidir, ya da 8 ilə bitməlidir. Baxaq, 8, 5, orta hələ qalsın, sonuna 3 qoyaq. Deməli, 3 qoysaq, eləyir neçə? Baxaq, 13, 16, bura 2 yerləşdirsək, deməli, baxaq 9-a böləndə heç qalıq qalmırmı? Deməli, 9-a bölsək, eləyər
9-a bölsək düşər 9. Sonra yerdə qaldı 42, 4. Bu da elədi neçə? Oradan 63, 7. Elə doğrudan da cavabımız neçəymiş? 8523. Aha. İndi bizə nə deyir? Ədədin rəqəmləri hansını deyir? 8523-ün rəqəmlərinin hansı? 8-i 5-ə vurarıq 40. 40-ı da 6-ya vurarıq. Eləyər 240. Cavab eləyər Y variantı, yəni bir-birinin hasili. 206 da eynidir. 207-yə baxaq. Deyir, qalıqlı bölmə əməlində bölən 8A üstəgəl 12. Qalıq isə budur. Deməli, biz demişik ki, bölən qalıqdan böyük olur. Düzdür? Yəni, 8A üstə gəlsin 12 böyükdür 3A üstə gəlsin 32. Keçirsək bu tərəfə eləyəcək 5A böyükdür 20. A da böyükdür 4-dən. A-dan da böyük ən kiçik ədədimiz olacaq. A bərabərdir 5 olar. Daha doğrusu 4-dən böyük ən kiçik ədədimiz A-mız olar 5. Cavabımız varmı? Cavabımız Y variantı. Sonra keçək. O da eynisidir. Keçirik 209-a. Deməli, 209-cu sualımızda nə deyir? Deyir, ədədi 7-yə bölükdə qalıqda 5 qalır. Həmin ədədin yüzlüklər mərtəbəsi vahidinin sayını 200 vahid artırıb. 200 vahid, 2 vahid deyirsə də 200 vahid, 200 olur da. Deməli, onluq və təklik mərtəbə vahidlərini 5 vahid azalsaq. Yəni, çıxarıq 55, eləyir neçə? 145. Aha, sonra üzərinə, biz bu 145-in üzərinə qalığı gələrik. Eləyəcək neçə? 150, 150. Sonra 150-ni təzədən 7-yə bölsək, deyir, qalıq neçə alar? 7-yə bölsək, düşər neçə? 21, qalıq da 3. Cavabımız eləyər B variantı. Bugünlük bu qədər əziz müəllimlər. Növbəti video izahımızda görüşək. Növbəti dərsimizdəki cəm, fərq, hasil və qismətin dəyişməsi olacaq. Videomuzu qeyd etdiyim kimi bəyənməyi, rəy yazmağı və kanalımıza abunə olmağı unutmayın.